Çünki buraxılış imtahanında mənim ilk mətnim bu olub. 2019-cu ilin buraxılış imtahan mətnidir bu mətn. Yəni ki, oradan xatırlayıram. Gəlin baxaq bu mətnə. İnşallah, təki elə olsun. Mən 93 bal yığmışdım. Heç bir mətn işləmədən. Ümid edirəm ki, sizdə məndən də çox olar, məndən də yüksək olar. Tək elə olsun. Başlayaq. Bir gün Əbil müəllim sinifə daxil olaraq cib dəftərçəniz varmı deyə sual verdi. Var, söylədik. Sizə bir ad deyəcəyim, oraya qeyd edin və heç vaxt unutmayın. Məmməd Əmin Rəsulzadə. Müəllimimiz bu şəxs barəsində və sözsüz ki, Xalq Cümhuriyyəti haqqında bizə qısa, ancaq dolğun məlumat verdi. O vaxt Xalq Cümhuriyyəti barədə elementar bilgilərə sahib olmaq, SSR-nin mahiyyətini açmaqla Sovet qardaşlığının saxta mahiyyətini ifşa etmək idi. Əbil müəllim həmişə bizə tarixi gerçəkləri açıqlayardı. Onun danışdığı hadisələri unutmazdıq. Əbil müəllim kəndimizdə ilk ali təhsilli tarix müəllimi idi. Dərsi izah eləyəndə əlin alnına qoyur, işıqlı gözlərini azca yumurdu. Biz ondan çəkinirdik. Böyüyüb cavan oğlanlar, qızlar olanda da bu çəkingənlik canımızdan çıxmadı. Kənd arasında dolaşanda müəllimimizə rast gələcəyimizdən ehtiyat edirdik. Belə hallarda o, baxışı, duruşu, rəftarı, səlis və məntiqli danışığı ilə bizə öhdəliklərimizi xatırladırdı. Bu arada səlis sözünün yazılışına diqqət edin. Bax, görürsünüz mü? Axırında t yoxdur. Səlis yazılır, səlist yox. Prosta dedim. Və məntiqli danışığı ilə bizə öhdəliklərimizi xatırladırdı. Çünki əsl şagirdə avaralıq yaraşmazdı. Valideynlərimiz həmişə Əbil müəllimi bizə misal göstərərdilər. Deyərdilər ki, yetim bir oğlan olsa da bütün çətinlikləri dəf edərək Bakıya gedib ali təhsil alıb. Kəndimizdə Əbil müəllim tək başına öz savadı və bacarığı hesabına uğur qazanmağın əsl nümunəsi hesab olunurdu. İnsanları o vaxt imkansız görünən bu faktın doğruluğuna inandırırdı. Onun həyatı bizim üçün örnək idi. Həyatda uğur qazanmaq üçün bilməlisən ki, böyük işləri asanlaşdırmaq üçün onların icrasını bir neçə mərhələyə bölməlisən. Əbil müəllim bizi təkcə müxtəlif məkanlara yox, həm də müxtəlif zamanlara xəyali səyahətlərə aparırdı. Şanlı keçmişimizi göz önünə gətirərək xəyalımızda canlandırırdıq. Bir gün Qərbi Roma imperiyasının süqutu haqqında dərsi danışırdım. Gözlərim dolmuşdu. Son abzasları dərsdən çox bir şeir kimi, poetik parça kimi söyləyirdim. Böyük və zəngin bir mədəniyyətin barbarlar tərəfindən darmadağın edilməsi elə belə hadisə deyildi. Əbil müəllim həyəcandan əlimin ayağımın əsdiyini görmüşdü. Hətta atama demişdi ki, oğlunu həkimə göstər, əsəblərində problem ola bilər. Əbil müəllim lap erkən yaşlarda gözümüzü açdı. Bizə qol qanat verdi. O vaxt Ucqar kənd yerində belə müəllimlərin varlığı qənimət hesab olunurdu. Zaman keçdi, Əbil müəllim kəndimizi göz yaşları ilə tərk etməli oldu. Hətta o yerlərin həsrətindən qalın bir şeir kitabı da bağladı. Ömrünü Laçın işğalına, sonra da gənclərin təhsilinə həsr elədi. Buyurun. Buyurun nə idi? Mən izah eləyirəm. 71. Mətnə əsasən klasteri tamamlayan fikirləri müəyyən eləyin. Əbil müəllimin uşaqlara deyil aşıladığı keyfiyyətlər. Məsuliyyət, əzmkarlıq, səbirlilik, qürur, təvazökarlıq. Məsuliyyət aşılayırdı ona görə ki, orada onların əsl şagird necə olmalıdır, bunları necə deyim, öyrətməyə cəhd eləyir. Çünki özü həm də məsuliyyətli olub, özü öz biliyinə, öz savadı hesabına, uğur qazanmağı nümunə göstərirsə, deməli uşaqlara məsuliyyətli olmağı öyrədir. Əzmkarlıq, bu da aiddir. Çünki keçmiş zamanlarda baş verən hadisələri danışaraq, onlara elə bil ki, necə güclü olan dövlətlər haqqında filan məlumat verir. Həm özü əzmkar olub deyənə, uşaqlarda əzmkarlıq nümunəsidir, onlara da əzmkarlığı öyrədir. Səbirlilik göstəricisinə heç bir şey yoxdur, qürurdan da danışmır. Təvazökarlıq sadəlik deməkdir, belə bir şeydən də danışmır. 1-lə 2.
Düzgün cavab olur D variantı. Mətnin aid olduğu üsluba xas olaraq 3-cü abzasda 3-cü abzası gəlirəm. 1, 2, 3. 3-cü abzas budur. Deyir ki, mətnimiz hansı üslubdadır? Əlbəttə ki, bədii üslubda. Və termin sıxlığını gördün, çıxart. Çünki termin sıxlığı hardadır? Elmi üslubda. 4 getdi. Sintaksi məhduddur. Bu hara aiddir? Rəsmi işgüzara. 5-i də çıxart. Qalır ya 1-3 ya 2-3. Sən baxırsan ki, 3-cü abzasda sual cümləsi yoxdur. Deməli, bədii sual da yoxdur. 2-ni də çıxartsın. Cavab qalır 1-3. Çıxartma ilə tapdıq. Amma gəlin reallığı göstərək. Ellipsisdən istifadə olunub deyir. Deyir, dərsi izah edən əlini alnına qoyur, işıqlı gözlərini azca yumurdu. Əlini alnına qoyurdu, işıqlı gözlərini azca yumurdu. Nəyə ixtisar olunubdu şəkilçisi? Üstdə də deyir, sözün məcazi mənasından istifadə olunmuşdu. Bəli, əlbəttə ki, baxaq. Onun çəkinirdi, cavan olan qız olanda da. Ben deyir, çəkingənlik canımızdan çıxmadı. Əlbəttə ki, məcazidir. Cavab olur 1 ilə 3 A variantı. Deyir, mətndə nömrələnmiş hansı abzasda cümlələr xatırladırdı, ellipsis var. Xatırladırdı. Orada nə ixtisara düşüb? Heç nə ixtisara düşməyib, baxın. Hansı şəkilçi silinirsə, o ixtisara düşürsə, o ellipsisdir, bax. Deyir, dərsi zəhənində əlini alnına qoyurdu, işıqlı gözlərini azca yumurdu. Nəyə ixtisara düşüb? Du şəkilçisi ixtisara düşüb. Ellipsis odur. Bildin? İdi deyildi orada, xatırladı. Yox, du idi deyil burada. Şudi keçmişdi. Nə idi? Birincisi şudi keçmişdi. İkincisi də ki, sən 2 dənə eyni söz görməsən, bax, qoyur, yumurdu. Hansı şəkilçi çatmır qoyur feilində? Du çatmır. Deməli, du nə olub? İxtisara düşüb. Deyil, yazılmayıb. Yazılmayıb. Yazılmayan şəkilçi ellipsisdir. Sintaksi məhduddur, rəsmi işgüzar üsluba aiddir bu. Yəni, məsələn, ərizə. Cümlə nədir bu? Vərəqin ortasında sən yazırsan ərizə. Ərizə sözü hal-hazırda danışıq dilimizdə istifadə olunmur. Sintaksi məhduddur deməkdir ki, yığcam yazılmalıdır. Sözlər sayı az olmalıdır. Sən ərizədə dastan yaza bilmərsən. Yazıb xahiş edirəm ki, filan şeyi filan eləyəsiniz. Всё. Qurtardı. Yəni qısa, konkret, lakonik. Belə olmalıdır. Ona görə də sintaksi məhduddur. Gedir haram? Rəsmi işgüzar üsluba. Hətta deyir deyə sintaksi məhdud, normallığı möhkəm. Ümid edirəm anladınız. Deyir, mətndə nömrələnmiş hansı abzasda cümlələr arasında məzmun ardıcıllığını pozan cümlə işlənib. Siz inanırsınız, bu sual mənim həyatı boyu yadımdan çıxmaz. Mən bu sualı tapmaq üçün həyatımda birinci dəfə gördüm belə sualı və 15 dəqiqə fikirləşmişdim imtahanda. Deməli, valideynlərimiz həmişə Əbil müəllimi bizə misal göstərərdilər. Deyirdilər ki, yetim bir oğlan olsa da, bütün çətinlikləri dəf edərək Bakıya gedib ali təhsil alıb. Kəndimizdə Əbil müəllim tək başına öz savadı və bacarığı hesabına uğur qazanmağın əsl nümunəsi hesab olunurdu və insanları o vaxt imkansız görülən bu faktın doğruluğuna inandırırdı. Onun həyatı bizim üçün örnək idi. Həyatda uğur qazanmaq üçün bilməlisən ki, böyük işləri asanlaşdırmaq üçün onların icrasını bir neçə mərhələyə bölməlisən. Deyir ki, budur bax, həyatda uğur qazanmaq üçün bilməlisən ki, böyük işləri asanlaşdırmaq üçün onların icrasını bir neçə mərhələyə bölməlisən deyir. Nə dəxlisi var? Əbil müəllimin
çətinliklərindən, onun uğurlarından danışır. Sonra birdən risk deyir ki, böyük işləri asan həll eləmək üçün onu hissələrə bölmək lazımdır. Deməli, cavab olur 4-cü abzas. Məzmunu pozan cümlə var. 74. Mətnin üslubuna uyğun olmayan. Mətnimiz hansı üslubdadır? Bədii. 74-cü sualda deməli, birinci cümlə 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət AXC quruldu. Bu publisistikə aid cümlədir, çünki sən burada məcazi filan görmürsən. Bir mətnə aid deyil. Cümhuriyyətimiz haqqında söylədiyi xoş sözlər bu gün də beynimizə həkk olunub. Beynimizə həkk olunub məcazidir. Deməli, ikinci cümlə bədidir. Və mətnimiz də bədidir. Gəncə şəhəri AXC dövründə paytaxt olmuşdur. Sən məcazi görmürsən. Deməli, deyirsən ki, bu hansı üslubdadır? Publisistik. Üçü də götürürsən. Belə məqamlarda xəyal quşu məcazidir, bədidir, mətnimiz də bədidir. 28 may Respublika günü kimi qeyd edilir. Publisistik. Cavab olur 1, 3, 5. Mətnimiz bədii olduğu üçün cavab olur C variantı. Deyir, mətndə tünd qara hərflərlə verilmiş sözün kontekstdəki mənasını və həmin mənaya uyğun nümunə. Tünd qara hərflə verilmiş söz dolğun məlumatdır. Yəni, ətraflı məlumat anlamında, düzdürmü? Tam məlumat kimi. Ona görə gəlib baxırsan, deyir, yetkin məlumat, yetkin yaş olmur. Dərin məlumat, dərin qat olmur. Hazırlıqlı məlumat heç olmaz. Zəngin məlumat, bəli. Məqalədəki zəngin faktlar. Mən deyə bilərəm də dolğun faktlar. Hər tərəfli faktlar. Cavab olur D variantı. Onun dolu çöhrəsi kimi güclü də səsi. Sən deyə bilərsən, dolğun səsi var idi, xeyr. Düzgün cavab olur D variantı. 76-da deyir ki, altından xətt çəkilmiş cümlədə məzmunu saxlamaqla mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun dəyişiklik edərək cümləni yenidən yazın. O ömrünü Laçının işğalından sonra da gənclərin təhsilinə həsr etmişdi. Laçının qarşısına məcazi artıra bilərsən. Sonra gənclərin təhsilinə həsr etdini başqa bir məcazi mənalı əvəz eləyə bilsənsə əvəz elə. Gənclərin təhsilinə qarşısına gələcəyi parlaq olan, gələcəyi nurdan da parlaq olan gənclərin təhsilinə yaz. Ömrün qabağına bəli, qızıldan dəyərli yaza bilərsən. Amma da qızıldan dəyərli gümüş kimi yazma. Bəli, o qızıldan dəyərli. Aydınlıq saçan. İşıq yaz da. Aydınlıq nədir yazıbsan orada? Yox, lampa saçan ömrü. Ay Allah, aydınlaşma gedir hamınızda. O qızıldan dəyərli ömrünü Laçının işğalından sonra da gənclərin təhsilinə həsr etdi, düzdür. Dəyərli ömrünü yazmaq olar, Məhəmməd. Başqa? Nə? Necə yazmısan cümləni? Cümləyə dəyişiklik eləmişsən axı. Məzmunu saxlamamısan. Məzmunu saxlamamısan. Laçının yaralı taleyindən sonra da gənclərin elm çırağını yandırmağa həsr etdi. Olar. Azərbaycanın bir ulduz kimi parlayan gəncləri bir də şam kimi əriyib gedən ömrünü yazmaq olar. Dəyərli günlərini yaşamışdı. Yaşamışdı nədir? Cümləni bütün yazın yazanda ərinməyin. Deyir, burada qəşəng məcaziləşdirənlər var. Laçının yaralı taleyindən sonra da gənclərin elm çırağını yandırmağa həsr edir, deyir. Bir ulduz kimi parlayan gənclər, şam kimi əriyib gedən ömür. Yəni, hansısa adam dəyərli günə yaddan çıxmayın. Başa düşdüm, sən fərqli cümlədə istifadə edibsən, ay bala, ay aydın. Sən bu cümlədə, ay bu uşaq məni öldürəcək, 3 ay qalıb imtahana, hələ də geri zəkalı şeylər yazır.
Valla cümlənin özündə şərtdə ermənicə demir ki, cümlənin özündə sözün qabağına məcazi artır. Ya ömrün qabağına artır məcazi söz, ya laçının qabağına artır, ya gənclərin. Mən bu sualda həmişə demişəm ki, məcaziləşdir deyəndə ismin qabağına məcazi sifət yaz. Başqa orda əndirabadi özünüzdən fason çıxardıb Amerika kəşf eləməyin. Yəni ömrünü yaşayıb yazır. Qəribə-qəribə cümlələr yazsan, sən o cümləni deyir. Hay Allah. Nə deyir şərtdə? Deyir altından xətt çəkilmiş cümlədə məzmunu saxlamaqla, yəni cümləyə toxunma. Cümlə nə deyir? Qoy qalsın. Üslubu xüsusiyyətə uyğun dəyişiklik elə, ya zənginləşdir, ya əlavə elə, ya hansısa feili dəyişiklik deyirsən. Ki, mən deyərdim ki, tövsiyəmdir ki, hansısa feili zadı dəyişmə. Götür məcazi mənalı sifət artır. Burada yazıb qiymətli ömrünü, dəyərli ömrünü, mənalı ömrünü ana yurdu, ata torpağı Laçının işğalından sonra yazıb. Gənclərin təhsili yolunda Şam kimi ömrünü əritdi yazıb, vəhşi erməni cəlladları tərəfindən işğalından sonra əlavələr eləyib. Yəni məcazi o qədər şey yazmaq olar, o qədər rahat cümlədir ki, bunu məcaziləşdirmək. O qədər problem yaratmamalıdır ki sizə. Yenə gedirsiniz fərqli bir şeylər yazırsınız. Belə dəhşətə gəlirəm hərdən. Aha, burada indi vəsairədir. Vəsairə yazıb. Yəni 5-ci abzaslı nöqtələrin yerinə şərtdə nə deyir? Bir dənə baxım. Uyğun gələn fikir deyir sadəcə. Yəni normal adam kimi yazdığınız nə varsa düz olacaq. Baxaq. Hadisəni. Xəyalımızda hadisəni canlandırırdıq. Olar. Burada o boyda məcazi mənalı şeylər yazıb. Qeyri-adi canlı. Xəyalımızda qeyri-adi nə canlandırdıq? Xəyalımızda qrup canlandırdıq, olar. Qeyri-adi olmaz Azərim. Bir cümləyi yerinə qoy, oxu gör düz olur, bala. Belə sualları mətni oxuyanda sən bilsən ki, sənə nöqtə qoyub. Sən bu nöqtəni doldurmalısan. Oxuyanda doldur. Qeyri-adi hadisələri canlandırır. Kim yazıb sanki nə bilim nə? Sanki bu döyüşlərdə biz də iştirak etmişik kimi canlandırırdıq. Qəşəng. Burada da o tarz bir şeyler yazıb. Hə, buyur Elcan. Olar. Bir də mikrofonu azalt da başıva dönüm. Sən deyəsən şeylə qoşulursan. Hoparlörlə. Ağzının içində danışırsan da telefonu çox yüksək gəlir səsin. Qulağım da. Belə uzaqda danışsan belədir. Salla səni salla. Heç nə. Deməli, məsələn burada nə yazıb? Deyir özümüzün cəngavər kimi döyüşdüyümüzü canlandırırdıq. Müdafiə üçün qalalar qurduğumuzu canlandırırdıq. Gah sərkərdə, gah da sıravi əsgər olduğumuzu canlandırırdıq. Ölkələri fəth etdiyimizi canlandırırdıq. Vətənimizi düşmən hücumundan şərəflə müdafiə etdiyimizi, at belində döyüşlərin ön cərgəsində olduğumuzu, gələcəyin yenilməz qəhrəmanlarından birinə çevriləcəyimizi, hər şeyi o tarixin canlı şahidi kimi canlandırırdıq. Mənim yadımdadır, mən bunu yazmışdım. Hər şeyi o tarixin canlı şahidi kimi canlandırırdıq. Mənim cavabım etalon oldu. Aha. 77. Yəni bir dənə söz yazmışsınız. Biraz bəzəyin, biraz düzün. Sözşür bəzəmin. Hələ ortasını tutmuyorsunuz. Hələ ortasını tutmuyorsunuz. Hə. Nəysə, baxaq. Deyir ki, aşağıda verilmiş, bax burada uşaqlar, üslub deyil ha. Əbil müəllimlə Səxavət müəllimi müqayisə edirsiniz. Səxavət müəllim mənim ibtidai sinif müəllimim idi. Bax, Əbilə yazıbsan ali təhsil idi, buna yazmamısan. Bu adam da müəllimdirsə, hər halda bu da ali təhsil alıb, daha aydın. Deyir, Səxavət müəllim mənim ibtidai sinif müəllimim idi. O bizə ilk dəfə vətən, ana sözlərinin mahiyyətini anlatmışdı. Yaza bilərsən, Əbil müəllim tarix müəllimi idi. Tarix müəllimi idi. Səxavət müəllim nə müəllimi idi? İbtidai sinif müəllimi idi.
İbtidai sinif müəllimi idi, düzdürmü? Deməli, şagirdlər tərəfindən sevilirdi, vətənpərvərliyi uşaqlara aşılayırdı. Şagirdlərin nəzərində ideal idi. Nə bilim, hər ikisi şagirdlərin sağlamlığının qeydinə qalırdı. Çünki orada deyir uşağın əlləri əsir, deyir onu həkimə göndər, əsəb problemləri ola bilər. Bu da sağlamlığının qeydinə qalır. Hər ikisini yaza bilərsən. Bu sovqat gətirirdi bağındakı meyvədən. Məsələn, o birisi müəllim yox. Bu birisi müəllim tarix müəllimi idi. Yaza bilərsən, AXC haqqında məlumat verir, SR haqqında məlumat verir. Öz kəndində ilk ali təhsili müəllimi idi. Bakıda ali təhsil almışdı, yazmaq olar. Amma ali təhsilli idi, sırf yazmaq olmaz. Çünki Səxavət müəllim də ali təhsil alıb. Səxavət uşaqlara yazmaq, qələm tutmağı sevirlər, oxşar hər ikisi müəllimdir. Aydın, valla müəllim olduğunu bunlar da bilir. Niyə? Hardan bildik? Çünki burada da yazıb da müəllimdir. Oxşar o qədər xüsusiyyət var ki, hər ikisi vətənpərvərliyi uşaqlara aşılayır. Hər ikisi şagirdlərin sağlamlığının qeydinə qalır. Belə. Şagirdlərə nəsə öyrədirlər. Müəllim yazmaqdansa yaz şagirdlərə nəsə öyrədirlər. Hər iki müəllim öz şagirdləri tərəfindən sevilir. Yoxsa da hər ikisi müəllimdir. Asana qatıbsan. Bu bilmə əzmli idi, zəhmli idi. Zəhmli, aha, okey. İdeal olmalı, ortaya yazsaq səhv ola bilər. Yo, niyə səhvdir ki? Hər ikisi uşaqların gözündə ideal idilər. Ortaqdır, düz yazmısan. İbtidai sinif, ortaq hər ikisi müəllim. Ələkbər, müəllim olduğunu o da bilir. Bir ton ortaq xüsusiyyət sadaladım mən orada. 05. Əl açıq, okey. Ortağı da hər ikisi müəllimdir yazıbsansa yazma onu çata. Uşaqlara elm öyrədirlər, yox, öyrədirlər. Düzdür orası. 79. Mətndə əvvəlinə üçbucaq şərsi qoyulmuş söz əsasında cədvəli doldurun deyir. Saxta mahiyyət. Həqiqidir, məcazi. Əlbəttə ki, məcazi. Məcaziyə bir quş qoyursan. Burada indi sizdə həqiqi məcazi yazmayacaq da, o vaxtı məndə yazmışdı. Burada yazacaq informativ, buraya yazacaq poetik. O vaxtı təzə-təzə idi imtahan, ona görə belə düşürdü. Fərqli mənada deyəndə, sən həqiqi mənada yazırsan ki, saxta pul. Məsələn, saxta pul yaza bilərsən. Saxta qızıl, saxta sənəd. Bunlar həqiqi mənadadırlar. Baxaq. Yazı satıcıya saxta pul verdim. Olar. Yazmaq olar. Adı yadımda çıxdı şu an. Saxta pulan dərc olmasının qarşısını almaq lazım. Düzdür. Saxta iPhone 16. Saxta telefon yazdım. Amma yazsam məncə düz götürərlər. Niyə də problem eləməzlər. Saxta-saxtadır da. Fake. Yəqin ki, bunu hamınız düz yazır. Saxta sənədlə ölkədən çıxmaq istəyirdi. Aha, ağlayacağım. Bu nə hərf xətalarıdır? Bu nə yazı xətalarıdır? Saxta istəyirdi. Bunlar düzdür. Görək 80-də nə yazmısınız? Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir. Tökülün çata. Bunu mətndəki Əbil müəllim obrazı ilə əlaqələndirmək olar. Əbil müəllim uşaqlarına bilik, savad, məsuliyyət, əzmkarlıq öyrədərək gələcək şəxslər üçün, gələcək gənclər üçün əlindən gələni edir və bugünkü Azərbaycan xalqının formalaşmasında böyük rol var idi. Ay Elzan, mətnlə əlaqələndir, yaz deyir. Niyə mətndən kopyalamısan indi də? Heç kopyalamaq lazım, onda kopyalamırsan. Ayda sən elə cümlələr yazsan səni
0 verəcəklər, Allah haqqı. Bax, özün bilərsən. Əbil müəllim uşaqlara elm gələcəkləri işıqdır. Mən bu aforizm mətnindəki Əbil müəllimi əlaqələndirirəm. O uşaqlara nəyin pis, nəyin yaxşı olduğunu öyrədir. Onlara doğru yol göstərir. Düzdür, Ələkbər. Və yazdıqlarınız arasında bir dənə Ələkbərə tam bal verəcəklər. Bu da şeydə yazmışsınız chatdan. Məhəmməd biraz qısa yazıb. Uşaqlar düzgün yola çəkildi. Əyri yoldaydılar. Şiraf. Uşaqlar, aforizmlə əlaqələndir cümləsini belə adam kimi, dolğun. Oxu, oxu. Yazmaq olar. Əbil müəllim ömrünü uşaqların təhsilinə həsr etmişdir. O, uşaqlara SSR-nin saxta münasibətini uşaqlara göstərmişdi. Məsuliyyətli olmağı öyrətmişdi. Bəli, yazmaq olar, düzdür. Yəni, bu tərz yazmalısınız da. Uşaqların cavablarını görürsünüz. Əziz 0 bal dediyim tələbələr. Yəni, aforizmlə əlaqə uşaqlar, mən bunu bəzilərinizə 3 ildir, bəzilərinizə 2 ildir deyirəm də, yəni ki, aforizmlə əlaqələndir cümləsini, aforizmin birinci mətnindəki hansı obrazla əlaqələndirsən, onunla yazsan. İkinci, niyə əlaqələndirsən, onu yazsan. Üçüncü cümlən isə sırf aforizmlə bağlı olan bir cümlə olmalıdır. Siz bunu öyrənmək istəmirsiniz. Bax, yenə deyirəm, birinci cümlə Əbil müəllimlə bağlıdır. Ona görə ki, Əbil müəllim SSR-nin gerçək üzünü göstərməyə çalışır, tarixi uşaqlara aşılamağa çalışır, onlara əzmli olmağı, məsuliyyətli olmağı öyrətməyə çalışır və biz beləliklə, bax, üçüncü cümlədə belə olmalıdır. Və biz beləliklə Əbil müəllimin timsalında müəllimlərin insanların aydınlığa çıxmasında böyük rol oynadığını görürük. Sistemli yazmırsınız. Sistemli yazmadığınız müddət ərzində də bal almayacaqsınız. Çox asan sualdır, amma əlinizin tərsi ilə 5 balı itirsiniz. Kimlə əlaqələndirirsən? Niyə əlaqələndirirsən? Axırıncıda da aforizmlə bağlı fikir olmalıdır. Bəziləriniz mətnlə əlaqələndirirsiniz, aforizm yaddan çıxır. Bəziləriniz kimlə əlaqələndirirsiniz, onu yazırsınız, niyə əlaqələndirirsiniz, onu yazmırsınız. Bəziniz ümumiyyətlə tamamilə dəxilsiz cümlələr yazırsınız. Yəni belə. Bu da bu mətndə belə.